birgəlik növü. Qarşılıq birgəlik növü əslində belə defsdən yazılır. Defs artırı yox, tre böyükdür, defs balacadır. Qarşılıq birgəlik növü. Əslində ikisi bir növdür və şəkilçisi ı, ya da şıdır. I'sı düşüb, şısı qala bilər. Qarşılıq birgəlik növü indi testlərdə bəzən ayrı-ayrı verir. Yəni, sırf deyir ki, qarşılığı tap və yaxud da birgəliyi tap deyir. Belə də verə bilir qarşılıq birgəlik növü ikisi bir yerdə. Onda fərq eləməz qarşılıqdır, yoxsa birgəlikdir. Biz gəlin bəraitiyyat ayrı, qarşılığı ayrı yazaq, birgəliyi ayrı yazaq. Yazaq, bura qarşılıq, burada birgəlik. İkisi də ılış işlə düzəlir, bu olsun hər ikisi. Qarşılıqda iş qarşı-qarşıya görülür. Birgəlikdə isə iş birgə görülür. Məsələn, bax, deyirəm ki, tutaq ki, deyirəm ki, yazışdılar. Uşaqlar yazışdılar. Mən yenə də birinci şəkilçiyə baxacam, şəkilsiz işləməyəcəyik. Sözün kökü yaz, yazdan yazışmaq leksik şəkilçidir, d zamandır, lar-lər şəxs şəkilçidir. Yazışdılar. Iş şəkilçisi var. Bu, ya qarşılıqdır, ya birgəlikdir. İndi hərəkətə baxın. Yazışdılar. Birgə oturub yazışmırlar ki, mesajlaşırıq üzbəyüz də. Yazışdılar, qarşı-qarşıyadır. Deməli, qarşılıqdır. Testi bütöv versə, qarşılıq birgəlik növ götürəcəyik. Testdə ayrı versə, qarşılıq A variantı qarşılıq, B variantı birgəlik. Hə, onda qarşılıq götürəcəyik. Məsələn, başqasını deyib, mələşdilər. Mələşdilər. Belə sözlə verəcək, ona görə mən sözlə yazıram. Yəni, cümlə şəklində verəndə daha rahatdır tapmaq. Amma sözlə verəndə artıq siz onu cümlədə işlədin. Mən də sözlə verirəm ki, test dili ilə danışalım. Mələşdilər, quzular mələşdilər. Sözün kökü mələ, mələməkdən mələşmək, d-lər. Ş, ış-ışın qısaldırılmış formasıdır. Hə, indi baxın. Qarşı-qarşıya mələşmirlər ki, quzular. Birgə mələşirlər. Demək, birgəlik növdədir.